Milli Məclisdə təbii ehtiyatlar, energetika və ekologiya, əmək və sosial siyasət, səhiyyə, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclası keçilib. İclasda 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə olunub. 2026-cı il büdcəsi sosial yönümlüdür və sabitliyə əsaslanır. Büdcə siyasəti, makroiqtisadi sabitlik, əhalinin rifahı, Qarabağ və Şərqi Zəngəzurun inkişafı, eləcə də özəl sektorun dəstəklənməsinə yönəlib. İndiki şəraitdə böyük qayıdış layihəsinin həyata keçirilməsi Azərbaycan dövlətinin reallaşdırdığı çox mühüm vəzifələrdən biridir. Biz Azərbaycanın Milli Məclisə təqdim edilmiş 2026-cı ilin dövlət büdcəsinin layihəsinə baxarkən bütün bu vəzifələrin ətraflı şəkildə özünün əksini tapdığını və nəinki sadəcə olaraq əksini tapdığını, həmin vəzifələrin həyata keçirilməsi üçün ciddi iqtisadi və maliyyə əsaslarının təmin edildiyinin şahidi oluruq. Gələn il üçün makroiqtisadi göstəricilər ümumdaxili məhsulda 134,1 milyard manat, qeyri-neft sektorunun ÜDM-də payı 101,7 milyard manat, inflyasiya 4,8%, neftin bir bareli $65, dövlət borcu 25,4 milyard manat, valyuta ehtiyatları 81,5 milyard dollar proqnozlaşdırılır. Xərclərə gəldikdə isə icmal büdcəsi 48,8 milyard, sosial yönümlü xərclər 17,1 milyard, təhsil 5 milyard, sosial müdafiə və təminat 4,9 milyard, səhiyyə 2 milyard manat, kənd təsərrüfatı 1,2 milyard, ətraf mühitin mühafizəsi 420 milyon manat təşkil edir. Naxçıvan Muxtar Respublikası üzrə 2026-cı il üçün büdcə parametrləri dəyişib. Gəlirlər olaraq 483 milyon, xərclər olaraq da 483 milyon proqnozlaşdırma aparılır və bu çərçivədə bizim görüntümüz ondan ibarətdir ki, dotasiya məbləğimiz cəmi 211 milyon manat olacaqdır. Yəni cari ilə müqayisədə 26% az, 74 milyon manat isə deməli bu dotasiya məbləği azaldılacaqdır. Belə ki, Muxtar Respublikanın gəlirləri cari ilə müqayisədə 52 milyon manat və ya 24% artacaqdır. Xərcləri isə 22 milyon manat optimallaşacaqdır. Beləliklə, Naxçıvan Muxtar Respublikasının da həm maliyyə, həm fiskal dayanıqlığı, həm də gəlir sərbəstliyi təmin olunması istiqamətində ciddi bir addım atılacaqdır. Növbəti il üçün dövlət büdcəsinin sosial yönlü xərclərinin artımı da proqnozlaşdırılır. Növbəti ilin dövlət büdcəsində sosial yönümlü xərclər 2025-ci illə müqayisədə 236 milyon manat və ya 1,4% çox olmaqla 17 milyard 146 milyon manat təşkil edəcəkdir. Sosial yönümlü xərclərin dövlət büdcəsində xüsusi çəkisi 41,1% olması nəzərdə tutulur ki, bu da son 7 ildə müvafiq istiqamətdə ayrılan vəsaitin həcminin 2,2 dəfə artımı deməkdir. Səhiyyədə də bir sıra sahələrə ayrılan maliyyə vəsaiti artıb. GİÇ-lə mübarizə tədbirlərinin maliyyə təminatı üçün 2025-ci illə müqayisədə 632,6 min manat çox vəsait ayrılması nəzərdə tutulur. Qanın, qan komponentlərin donorluğu və qan xidmətinin inkişafına dair tədbirlərin maliyyə təminatı tədbiri üzrə 2025-ci illə müqayisədə 4,2 milyon manat və ya 90,4% çox vəsait ayrılması nəzərdə tutulur. Ümumilikdə isə dövlət maliyyəsinin idarə edilməsinin təkmilləşdirilməsi, yeni proqramlar və tədbirlər üzrə maliyyə xərclərinin icrası qənaətbəxşdir. Növbəti ilin dövlət büdcəsində bir sıra dövlət proqramları və tədbirlər üzrə xərclərinin icrasının icbari tibbi sığorta fondunun vəsaitlərinin hesabına həyata keçirilməsi, ilk dəfə olaraq ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və ərzaq təhlükəsinin təmin edilməsi üçün kifayət edici təminatlar mövcuddur. 2026-cı ilin büdcə proqnozları ilə bağlı millət vəkilləri büdcə layihəsini müzakirə etdilər. Komitələrin birgə iclasında qanun layihəsi plenar iclasa tövsiyə olundu. Günay Bünyadzadə, Royal Əssadov, Aysel Abbasov, ASTV Xəbər.